Az önce burada Rustaveli küçəsində insident baş verib. İki avtomobil birbiriyle toqquşub. Daha sonra ise aralarından mübahisə yaranıb. Bir sürücü diğer sürücüye fiziki güc tətbiq edib. Faktla bağlı araşdırma aparılır. Hadisə yerində Aktual C xəbər portalına danışan zərər çəkmiş taksi sürücüsü Kərim Səliyev bildirib ki, hadisəni törədən şəxs həm avtomobilinə zərər vurub, həm də ona qarşı zorakılıq edib. Sürücü əlavə edib ki, həmin şəxs ona kömək edən yaxınlıqdakı bir qadını da yumruqla vurub. Maşımı vurdular, özümü də vurdular. Maşımı vurdu, özü də mənə yumruq atıb, məni döyür. Maşımı vurur, həm də özümü döyür. Ne tönüyor? Ben ne bileyim niye? Müslümanım deyin yollarda Gürcüdüler. Gürcüdür. Taksiyem ha. Buradan böyle çıktım. O da kovanla belə geliydi. Vurdu maşımı, özüm de orada eyledim. Orada da özümü vurur. Böyle olarım. Ha ben çekil. Vallahi bir nefer düştü, ben onu gördüm, bir nefer. Tanıyırsın kimdi? Böyle yüzden tanıyırım. Sen öldürdünüz? Tamam, biz çağırmışıq da polisdən. Maşına görə də nə? Günahkar məni sayır, özü məni də vurur. Mənə kömək çıxır ki, ya vurursan bunu, onu da vurdu yumruqla. Gözünün altını qarardı. Hadisə yerinə həm təcili yardım maşını, həm də çox sayda hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Zorakılıq edən şəxs isə hadisə yerindəcə polis tərəfindən saxlanılaraq aparılıb.